Sizcə Bakıda ən yaxşı qazan yeməkləri verilən məkan haradır? Hər kəs öz bəyəndiyi və bəyənmədiyi məkanları kommentlərdə yazsın. Mən isə sizə öz real fikirlərimi bölüşəcəm. Bura elə bir məkandır ki, üçü birindədir. Həm dadlı qazan yeməkləri, həm ləzzətli səbəti, həm canlı musiqisi, həm də yüksək xidməti var buranın. Deyəsən artıq dövrdə oldu axı. Bakının nəinki ən yaxşı qazan yeməkləri, ən yaxşı səbəti də elə buradadır. Bura gələn müştəri ancaq qazan yeməyi və səbət yeməyi gəlir. Mənim fikrimcə bunlar ən yaxşı Qədim Qəbələ restoranında verilir. Ən sevdiyim filialı isə ABŞ səfirliyinin yanında olan filialıdır. Biz ailəlikcə bütün özəl günlərimizi burada keçirdirik. Mən çox bəyənirəm buranı. Səbət isti yeməklərdən quzu boynu və hisli dana, ortaya corat qutabı, sezar salatı və bir sıra soyuq qalyanaltılar sifariş eləmişdik. Hisli dananın və quzu boynunun əti elə bişmişdi ki, yumşaq idi. Elə bil ət yox, pambıq yeyirsən. Qutabları da həqiqətən əsl corat qutabı idi. Məncə artıq corata novxanaya getməyə ehtiyac qalmayacaq bu videodan sonra. Bir sözlə Qədim Qəbələnin Amerika səfirliyinin yanında olan filialı mənim həqiqətən ən sevdiyim restoranlardandır. Və burada müştərinin ardı arası kəsilmir. Burada hətta çöldə insanlara şabalıd qovurub ikram edirlər. Hər axşam canlı musiqisi olur, əsl banket keçirməlik bir məkandır. Bundan əlavə isə həm zalı, həm geniş kabinetləri, həm bağçası, üstəlik ikinci mərtəbədə VIP yeni təmirdən çıxmış kabinetləri də var. Yeməklərdən, xidmətdən zövq almaq istəyirsinizsə mütləq Qədim Qəbələnin Amerika səfirliyi filialında əyləşin.